There is, there are. Nə deməkdir? Var deməkdir. Is isə təkidir. Are isə nədir? Cəmidir. Var anlamını verir. Onun alternativi hansıdır? Has və have. Has nədir? Has təkindədir. Have də cəmindədir. İnşanı necə yaradacaqdım? Not hissəciyi ilə. İndi cümlə yazırıq. There is a pen on the table. Mən bu izi nəyə görə qoydum? Bu penə görə qoydum. Pen nədədir? Təkdədir. Pen mənim tək ismimdir. Artiklını da nəyə görə qoymuşdum? Bu p-ya görə. Çünki bu samitidir. Samitlə başlayır və təkdir. Ona görə də mən yazdım. Bu pen təkdə olduğuna görə mən burada iz qoydum. Nə demək oldu? Stolun üzərində qələm var. İndi mən yazsaydım there are, o zaman bu peni nə edəcəkdim cəmdə? Pens. Baxın s cəmdədir. Yəni qələmlər. On the table. Stolun üzərində qələmlər var. Bu arı da buradakı s-nə görə, cəm olduğuna görə qoydum. İndi bunun inkarını not hissəci ilə dedim eləməliyəm də. Necə eləyəcəm mən? Təkində. There is not a pen on the table. Düzdürmü? Yadınıza qalsın ki, bu izdən sonra not gəlir. Ardan sonra not gəlir. There are not pens on the table. Sualını necə verəcəkdim? Bu onun inkarıdır. Baxın, bu inkarlıqdır. Düzdürmü? Bu onun təsdiqidir. Bu onun təsdiqidir. Bu onun inkarıdır. Bu isə onun sualıdır. Sualda nə edəcəm mən? İzlə arları əvvələ atacağım. Necə edəcəm? Is there a pen on the table? Sual işarəsi qoydum. Is there a pen on the table? Digərində necə eləyəcəm cəmində? Are there pens on the table? Gördünüz uşaqlar, sual necə oldu? Arı əvvələ atdım, izi əvvələ atıram. Bu i hərfi deyil, o aydır. Hə, amma ki, ingiliscəsində bu cür yazılır. Aha. Deməli, sualda izlə are əvvəldə gəlir. İnkarda is not, are not olur. Təsdiqdə isə izdən sonra yazılır digərləri. There is, there are. Alternativimiz nə demişdik biz? Has-lə. Məsələn, deyə bilərəm ki, Teymur has a pen. Nəyə görə mən has yazdım? Çünki Teymur bir ədəddir. Bir nəfərdir. Bir insandır. Düzdürmü? Çox deyil. Yox, mənim babam da Teymurdur. Sonra babam da Teymur bir insan olduğuna görə mən bunu has-lə əvəz elədim. Amma mən desəydim ki, tutaq ki, cəm formasında many cats, yaxud heç bu many olmasın, cats olsun. S-im var burada, mənim də var onsuz. Nə deməkdir? Çoxluqdur. Are yazar, have yazardım. Have-dən danışırıq. Have. Many cats have. Çoxlu pişiklər var. Nəyə görə? Cəmdədir. Çoxluq bildirir. Mən də cəmdə olduğuna görə have yazıram. Başa düşdünüz uşaqlar? Başqa nə başa düşmədiniz burada? Məni sözünü mən başa düşmədim. Nə? Məni. Many çox deməkdir. Çox anlamını verir. Many
çox deməkdir. Pişiklər də çoxdur. Sayıram da mən, yəni saya bilirəm pişikləri. Saya bilirəmsə o zaman minini qoyaram. Bu sonrakı dərslərdədir.